Yaşıl dağlar qar altında itibdi, soyuq boran bu yerlərə yetibdi. Qəm-kədərlər ürəklərdə bitibdi, bağçaları bu yerlərdə qar alıb. Bülbül köçüb, durna yerin saralıb. Mənim gözüm qarlı dağda qalıbdi, yelli külək qapbacanı alıbdi. Həsrət məni qəm içinə salıbdi. Kaş ki bir də bahar gələ, yaz gələ, aşıqların əllərində saz gələ. Nisgillərin hayandadır çarası, küləklərdə üşüdü qəm yarası. Selə düşdü dağların el sarası, dağlar qarı ərisə sel olacaq, quzeylərdə çiskinli yel olacaq. Dağ-dərələr qar şəpəklə dolubdi, mənim könlüm nədən xəstə olubdi. Küləh boran, güllər saçın yolubdi, bu dağlarda bir də yaza çıxan bir, mən güc gələm bu fələyi yıxan bir. Qar əlindən yaman donub çanaqlar, şaxta vırıb qızarıbdı yanaqlar. Taxtçalarda yanır qara çıraqlar, indi daha geçmiş günlər görüşmür, bir-birinin heç kəs halın soruşmur. Mehriban Allah'ın güzel adı ve yadıyla əziz tamaşaçılarımız selamünaleyküm. Keyfiniz necədir? Yaxşısınız inşallah, selamet olasınız. Allah keyfinizi saz eləsin. Nəzurdur? Buxarın o xodu çox əziyyət eləmir o istidə zatda. Yaxşısınız da. Hə? Bir et alın, bala onu biraz alın. O pəkeci qoy 40'dan yuxarı olması. Qəribə sərinlikdir, əmmə qəşəng. Hörmətli dostlarımız, bir nə gelirik bu Çaroymağın kətlərin birinə. Şurca İmam Cuma kəndidir. Adıdır Şurca İmam Cuma. Geri kəndi orada xidmətçisi olacaq. Dövrbələ də bətər qar yağıb sən ölmə. İnşallah yazda bunlar da fəqət bığda gedəcək ha. Burada yox ha, burada yox. Bura təpədir, burada heç də olmaz. Qanqal biter. Zəmilərdə bığda olacaq inşallah bu qarın əsərində. Çoxlu zəmilərdə indi bığdan əkiblər, dem bığdasıdır. Ay bitəcək. Bizlə yol bir oldu. Allah sənə təvəkkül. Çaroymaq şəhristanının mərkəzi bəxşinə tabi olan Şorca İmam Cuma kəndinin 34 evi 153 nəfər cəmiyyəti var. Şorca kəndinin hasılları arpa, buğda, noxud və mərcidir. Şorca İmam Cuma kəndinin qonşuları quzey tərəfdən Bulqan, güney tərəfdən Dəlləhqəbri, Günçıxan tərəfdən Sultan və Günbatan tərəfdən Xacışahı kəndidir. Ya Allah, hadi şefə var. Öğretim milletidir. Selamünaleyküm. Hamı... Hadi şefin. Hadi o əlindəki nə mənədir? Bu nə mənədir hadi? Bu bağırıq Qıyıqdır. Nədir? Yox, tələb çağırdım. Bu, hadi o it tutmuyor. Ədələdim səsləndin, ayaqlasın, qapsa mən ötədərəm. O, qapmaz. İçidə axı. 100 də olsa qapa bilməzlər. Bəs bundan ot bula nə mənədə aparsın? Otdur da, bunlar görə. Qənimət bilir da, hə? Mərdum. Qoyunzat var, Bəli, qoyun var. 5-6 də bəl. Allaha çox şükür, Allaha çox şükür. Hamı dövlətin millətidir. Bəli. Hamı müsəlmandır. Gedirəm deyə, indi zindana gəlsənə barmaq basır. Sənə deyir? Bəli, mənə deyir. Hə. Məndən sonra Sultan Allaha. Niyə yollayırlar zindana? Deyir, mərtəb sürübsən. Mərtəb sürübsən? 42'də bunları gövdə balın əqqaz eləyibdi. Aha. 42'də mən 35 Dəllək qəbrində oturağıdım. Hə, Həyyan camiydi. o cür. Sazım gəl söhbət Aha. eyləyək, sənin cinsun ey ağaçdandı. Ay sağ oləm, ay sağ oləm. Bir də desəm ey xaxol, sənin cinsun ey ağaçdandı. Sağlıq Sağ oləm, sağ ol. Qəşə. Əmi o saç salmağın qəşədir. O sazı həməşə o cür oxuyanda elə çalarsan. Mən aşıq deyiləm, Başarmazsan, aşıq salar da ha. Yo, biləsə belə elədin, deyim şahit sazın zadın da var, yoxun deyil. Xeyr baba, mən o əllərim yüz arpa yolmanı Allah hifz olmazsan eləsin, Allah görsən nə hifz günə eləsin. qalıb. Allah hifz eləsin. Əmi bərəkət bu əllərdədir. Valla. Allah üstünü Yalandan yerə o yatırsan, səhər durursan, maşallah, maşallah. Sərvət. Hacı, bətər şaxladı hava.
Əziz tamaşaçısı, hava da şaxtadır. Əmimizin lap belə şaxta vurub gözünün suyu da Ata gəldi. mən tayağın üstündeydim. Tayaq üstündə. Yerdə Hangi tayaq üstündəydi? o da ağaların Ha, o yanındakı üstə, tayaq. hə, üstə idi. Qar səpildi üz gözümə. Hə, qar səpildi. Yerdə şaxta vurur da. Üstün qarın alırdım da. Hə, üstün qarını alsan ki, çürüməsin. Daşıyam çayı doğrayam tökəm davara da. Dava, neçə davarın var? Olay 45'dən 45 lira. Aha, Allah'a çox. Yol. İndi bu qış yerində zanda məsələn burası qışda çətindir burada, qarzat çoxdur. O otsaq görür, qoyunlar var ya görməz. Yox, satın alırıq da. Satın alsan? Satın alırıq. Hə, neçə alsan bağın əmi? Bağın 2500 mənə mən almışdım. İndi 3500. Bir bağın. Bəli, bir bağın. Aha, bir bağın 2000. Gətmə ilə bağlayıblar, bunu gətməni açıram da. Baxın buna. Azı müvazib ol da, bu da biraz xətərdir. Göz başına toxunsa. İli salıram, gətməni açıram. Hə. O nəvən də hacı. Ya nə mənlə Balaca doğuşa. nəvəmdir. Hacı John bura nəvəcə bura kefin yaxçıdır ca bura. Buna soğuq deyir ha, hə, ya dəyməz. Yox, gəlib tamaşaya da. Tamaşaya gəlir. Müvazib ol da. Hə, Allah kömək Allah olsun. sizi də Neçə nəvən var əmi? İli bir dənədir, bir dənə qızdı. Aha, bir qızın bir nəvən var. Yox, iki dənə, bir qız, bir oğlandı. Hə, ondan muvazib ol. Ha, o cəhənnəmdən qorxuram, deyir göz başına zaten. Yox, dəyməz. Allah köməyiniz olsun. Qarı zadı tökübsən, damız zadı tökübsən. Bəli. Hə. Eviz bura olur. Bəli, damımız buradır. Bura damızdır, hə. Bəli. Aha, o da uşaqlardır. O Allah, bularındır. Hə, bu kefiz uşaqlar. necədir nənə? Kefiz yaxşıdır. Sağ olasan, nə var nə yox. Gəy oxuna, kefiz necədir? Gəy eşiklik biz. Yaxşı. Hə, nə mənədir? Kefsiz deyibsən? Allah köməyin olsun. Hə, soyuqsa dəy bura çox. Ev eşikdə qazız var da, hə? Allah'a şükür, hələ qazız var yenə. Hə, Allah saat versin. Nə mənən dəmi sənin bu? Bu Hə. utanmazım övdü da. Ha, evizdir. Ömürdür, Hə. bəli. Allah bir-birinizə çox görməsin. Allah səlamət Allah eləsin. sizdən də Sağ olasın. Sağ ol nənə. Allah köməyiniz olsun. Hə, xudahafiz. Muvazib ol, o uşaqdan muvazib ol. Nənə soyuq deyir ha. Soyuq deyir, ondan muvazib ol. Bir gün külək yük yapını çatacaq, quzey dağlar şaxta qarı atacaq. Uşaqlar da qar çiçəyi satacaq. Yoşanlıqlar lalə reyhan gül olar. Örüşümüz göy çimən sümbül olar. Qarlı dağda heç bir kimsə azmasın. Fələk bizə qəmli günlər yazmasın. Xoş əyyamı ürəklərdən pozmasın. Gözlərimiz zinə axan çeşmədir. Güllərimiz teldə eşmə-eşmədir. Bahar gəlsin, quşlar qarda yatmasın. Köçən quşlar öz yuvasını atmasın. Gül bağına qar nəfəsi çatmasın. Dünya yaman başımızı qatıbdır. Gözəl kəhlik dağda qara batıbdır. Ötən günlər dayı bizləri atıb hey. Xatirələr qarlı yolda batıb hey. Sevinclər ürəklərdə yatıb hey. Ömür getdi, yaman söndü ocaqlar. Vətən məni bir də görsə ucaqlar. Gəlin bura, bax, gəlin bura. Gəlin bura, hamınız gəlin bura. Gəlin, siz də gəlin, siz də gəlin. Hamınız gəlin bura. Gəlin bura, babalar deyil. Yaxşı, uşaqlar. Durun burada film üzdürsün, qənimətdir. Deyirəm, dur burada filmin düşsün. Yaxşı. Tutulmur da, sən ölməyəsin. Bax, gör nə, yemə. Görəsən nəzir tamaşasılar bunu, o boyunları nədir, yeyirlər. O toyğun boyunu kimi yeməli olur görsən. Daş yeyirlər ha. Daş yeyirlər bunlar. Sanki duvarı belə verirsəz, yeyib quraracaqsınız da. Duvarda bizə qalmaz. Qəşəkdir, xordu xürərləri bulan çangıldı da. Yonca ilə çangıldı. 4 dənə mən burada şuturmurğu görürəm. 4 dənə, 3'ü bulardılar. O bir dənə sən də gəl bura. Gəl bura. Gəlmir, küsüb bulanın. Elə bir sözləri olubdu, özər alandı, nə deyiblər bir-bizərinə. Burada saxlayırlar, dəvə quşu deyil. İndi görək ki, Məşə Kamran hardadır, indi hətindən bunlara gücəsiz zadını götürüb ki, zərdəşi Məşə bəlim. Gəlin, hayandadır Məşə Kamran? Hayanda. Məşə Kamran, keyfin? Gəl oxuna, inşallah, necəsən? Məşə Kamran, gəl də burada görək bir. Uşaqlar, gəlin durun burada, hə? Məşə Kamran neçə dənə bu cür dəvə quşun vardır? Dəvə quşu deyərlər də, hə? Ya bilməzdin? Türkçəsi dəvə quşudur. Hə, dəvə quşudur, şuturmu. Neçə dənə bu cür dəvə quşun var? 4 dənədir.
4 dənədir. Hardan vurdu fikir var bu cür dəvə quşu saxlayasın? Elə istəyir saxlayaq da. Aha. Bildin ki, məsələn, dəramət zadı var. Deyir, şansı saxlayıbsan. Eləncələ cücəsini bildirəlmişdik. Neçə aldın cüzəsini bildir? Təqribən 600 əl. Hər bir dənəsi. Bəli. Diqqət edilər belə fərid. Yox, biraz bundan xırdaydılar. Aha, biraz xırdasını aldın 600 minə. Bəli. Üst-üstə ayda bala vurmayın, gözlər çıxar. Üst-üstə bunların neçə dənə yumurta verəcəklər fikirsə məsələn? Təqribən 6 ay zətim deyəcək. 6 ay yumurtlayacaqlar. Son dənəşdə. Xilasəki bu dəbidən şoğludur ki, çətdilər bunlardan özlərinə mənfəət yığırlar. Sağ olasın. Uşaqlar qar razıyıqdınız. Biz ənədə olaraq qar atın yesinlər. Çürük, 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 çürük. Çürük, 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 çürük. Hə, görəsən bunları nə mənə deyirlər? Çürük, çürük o dıqqılı toyuqlara deyəndə dən səpəndə gəlir. Çürük, çürük. Yox, gəlmir. Bunlar ayrı hətmən ayrı bir söz deyirlər. Xilas Həsən maşaçılar, bu da dəvə quşuydu ki, burada yoldaşımız saxlayıb, Məşə Kamran saxlayıbdı. Ana, gəldi bura. Səlim, boynuyla vursa adamın gözünü gütü də düşəcək ha. Saxlayıbdı, mənfəətli bir işdir. Yəni, usulü şəkildə saxlayasan, özünə görə yaxşı mənfəəti vardı. Zəhməti də vardı, mənfəəti də vardı. Yəni, görürsən ki, mənfəəti zəhmətindən nə mənədir? Hə, çoxdur. Hə, o cürdür. Hə? Balaca uşaqları gördükcə keçən xatirələr ürəkdə dirilib uşaqlığıma qayıdıram. O günlər kəndimizin yarğanlarından qar üstündə kəhlik tək uçardıq. Ay nə ürəkdən şad olardıq. Ayaqlarımızda çəhmələrimiz cırıq olsaydı da, ayaqlarımız üşüsəydi də, qəm-qüssə dünyasından çox uzaqdıq. Onda nə bilirdik? Böyüyəndən sonra hərə bir tərəfdə yaşamalıdır. Doğrudan uşaqlar hər qüssədən uzaq, sadə yaşayışlarından daha razıdilər. Nahidin atası ölsə də, balaca Zeynəbin nənəsi məriz olsa da, Xədicənin başmaqlarının altı cırıq olsa da, hələ də qüssəsiz yaşayırlar. Onlar öz uşaqlıq dünyalarında seyr edirlər. Görəsən, indi bunların ürəklərində nələr dolanır? Uşaq ağlım qanadlana qayda, uçam gedəm ulduzların yanına. Ufuqların qapısına əl atam, açam gedəm ulduzların yanına. Göydə quram sarayımı, taxtımı, göylər verə taleyimi, baxtımı. Ayla, günlə xoş keçirəm vaxtımı, köçəm gedəm ulduzların yanına. Dərdi gətirdi qarlı yollar, dağ yollar. Yer üzündə heç görmədim sağ yollar. Kəhkəşanda bir gedəsən ağ yollar. Qaçam gedəm ulduzların yanına. Dünya bizi yaman qoyubdu darda. Uşaq olam əlim üşüyə qarda. Uşaqlıq dostlarım görəsən harda. Uçam gedəm ulduzların yanına. Hey, uçam gedəm ulduzların yanına. Ağlam. Bax, adın nədir? Yağlıyırsan. Gəl sənə mən bir dənə bir caizə verim. Gəl bir dənə caizə verim. Gəl buna. Caizədə al. Əşəhdir. Ay maşallah dur. O əvvəl sənin bax. Bax bir. Ay maşallah dur burada. Ay maşallah yağlıyırsan. Yat. Gəl bakalım uzanma sən. Ayaqların üşüyür. Sən ayaqların üşüyür. Sən. Çorabın yoxdur. Yox, vardı. Çorabı da var. Yaxşı. Neyiniq? Əslində maşalçılar, bu kənd uşaqlarının vaqiət desək, hər barmaqlarından bir dənə sənət yağır. Bax bir, imkanat yoxdur əziz. İmkanat olsa ha bax bir, gör nə mənə yaraldıb da. Qızım gəl bu yana, gəl bu yana. Günləri o bir görsünlər, gəl bu yanlıqdır. Belə bax bir. Yanımına deyirlər hüş, fərəsat da. Yaraldırdılar da kənd uşaqları. Fəqət imkanat yoxdur. İmkanat da olmayan deyil də. Bundan artıq olmur. Elə də bu cür zətlər. Bir yaxçılar həmdürlər. Hüş istəyir, yəni soğuğun qabağında. Uşaqların caizə vaxtıdır. Caizələrinizi alın uşaqlar. Qızım gəl caizə sənin. Sən çox zəhmət çətin. Bu da sənin. Ay maşallah. Baxın filmə, baxın filmə. Aha.
Televizyonda baxanda görəsiz. Gəl bu da sənin. Ay maşallah. Ay maşallah. Ha. Çəkər gətirər caizə. Bu da sənin. Baxın filmə. Bu da sənin. Yenə var. Gəl bura, nə eləyək? Dəlikdir səhməsidən, nə eləyək? Yax, gəl caizə verim bir dənə. Gəl bir caizə verim. Qəşək bir dənə ondan bir çəkmə alarsan. Ay sağ ol, ay sağ ol. Yax, uşaqlar, açmayın, açmayın, uşaqlar açmayın, açmayın. Hamıncı düzdür, hamıncı düzdür. Baxın ora əhsisaz, baxın ora. Qızım, bax ora. Heydər baba, gəldim səni yoxlayam. Bir də yatam qucağında yuxlayam. Ömrü qovan, bəlkə burada haqlayam. Uşaqlığa deyən bizə gəlsən bir. Aydın günlər, ağlar yüzə gülsən bir. Burada düşən karvan çatıb köçübdir. Ayrılığın şərbətini içibdir. Ömrümüzün köçü buradan köçübdir. Köçüb gedib gedər gəlməz yollara. Tozu qonub bu daşlara, çollara. Burada şirin xatirələr yatıblar. Daşları ilə başı başa çatıblar. Aşnalığın daşın bizdən atıblar. Mən baxanda qozanırlar, baxırlar. Biz də yanıb, yandırırlar, yaxırlar. Çox şükür var genə gəldik, görüşdük. Bitənlərdən soruşduq. Küsmüşdük də Allah qoysa barışdıq. Bir də görüş qismət ola, olmaya. Ömürlərdə fürsət ola, olmaya. Hay Əfsi abi. Əmi, salamünaleyküm. Şefin, hay Əfsi abi. Nerede? Salamünaleyküm. Ha, o it tutmuyor. Tutar. O it nerede? O it nerede? O it nerede? İtten de, aslında itten benim korkum zadım oldu. İt nerede? Ondan göz oldu. Ağzına bir şapalaq yağmayam sənin. Görəsən nəmə. Ay gəldi. Salamünaleyküm, müqayim üzüldü. Sən ölmə dedin, bəy televizyon yapışır peysə. Əmin keyfin nə var? Sənə qurban. Yaxçısan inşallah. Maşallah görürüm, toyuq deyil. Quş deyil, orada da quşlat da var, hə? Hə. Maşallah, mən yaman yaxçı toyuqlarım var, əmin. Neçə toyuqum var? 5 yaşlı adama birini tutub aparım. Sağ olasın, amma onu yoldaşlarımın yanına deməzsən, bir dənəsini salasını təlisə, yavaşdan gedəndə mən götürürüm. Bu təlis boşdur. Bundan ver uşaqların birini tutsun. Yox, toyuq verim, xoruz. Hə, xoruz yaxşı olar, toyuq. Yemək yaparsan? Yox, aparım, elə saxlayayım şəhərdə, aparım. Özü ona nə mənə desin verim. Mən də bir dənə məsləhət, birini verin uşaqların birini, yerincən hazırlasınlar. Özü ona hər nə desin verim. Bir dənə, bir dənə xoruz versən, şeyim, yaxçı istər olur. Yaxçı da. Uşaqların yanında demək bu. Çağır ver, məhətə. Hə, çağır ver, tutsun axı. Nə? Kamranca o xoruz Kamran, Kamran! Gəbirin xoruz. Gəcəl əmin deyəcəm, bu qoyunlara yem tökünün, haradasan? Kamran! Deyin Kamran, əmin deyin işi vardı, ağa, işi vardı. Yax, Kamran, gecəl ağan nə deyir? Göl ağan nə deyəcək? Xoruzlardan birini tut salıb təlisə mən. Yavaş deyir, televizyonda eşitdilər əmin. Gəl bura. Xoruzlardan birini tut salıb təlisə. Yax, qəşək yemlərini rəbətli tök olar. Hə, o cür dedim ki. Əmi bu toyuqların yumurtasız adı nə cür? Dolur ya olmaz? Olar, hə. Hava soğuk olanda olmaz. İndiki mən deməlidə bir şey yoxdur. Yox, necə? Dedim olsa bir 5-6 dənə atam maşına. Bilməm, rahat bilirlər də, onu Allah. Soruşar, o indi desin, soruşar. Yaç, əmi, bir dənə bir əsis aldıraq. Bir dənə bizim bir əsimizi sal. Qoy, geçmir.
Əmi xudahafiz. Allah'ın emanında. Əmi o yatdan çıxdı. Hə? Gelip sefer süreceğim. Sağ ol əmi, görərdi. Sağ ol. Əmi, hamısı sizinkiydi bunların? Ha bir şey. Yaxşı. Seferden bir toğlan namusuna apardı. Hə, əmi, keviz necədir? Aziz olasın Yaxşısan inşallah. Elhamdülillah. Görürəm, Aziz olasın. kəndinizdə bir para çətinliyi vardı. Buyururdunuz ki, onlardan da bir söhbət açaq. Bəli, Nə bəli. mənədir çətinlik? Bizim çətinliyimiz bir dənə suyumuz ki yoxdur. Nə özümüzə var, nə heyvanatımıza. Suyun da illəti Allah tərəfindən qurumuyub da. Ay abiyarı qurudubdu. Gətirib xulamda səd bırıb bizim suyumuzu Harda? xulamda, xulamdərə. Bizim nə mənədir? Suyumuzu kanal şeşeliyib aparıb ora. Məşəddən zəfər pili baba. Kim? Məşəddən mənim dostlarımdan biri zəfər pili. Məşəddən. Bir dəqiqə bir salat. Hadi güzel. Alo, salam aleyküm. Məşəddən vurmusan? Yat. 5 dəqiqə sonra zəfirdə, 5 dəqiqə sonra zəfir danışaq bax. Quzarı şuram burada. Hə, yaşa. Elə bu şumariyə zəfir danışaq. Bunu 5 dəqiqə sonra. Hə, əmi buyururdu. Bəli, xuşya salim məsələn Allah tərəfindən quruya o ayrı, ona heç çarə yoxdur. Bunu bəndə qurudubdu. Abiyarı eləyib bir dənə 14 övlü kəndə bir dənə göl vurub. Tərbən qoç kəndidir, Bulqandır, Deynoğludur, Şorcadır, Vərgələrdir. 5 para kəndin vura, çayın, çimənin, otun, yoncasın, ağacın, bağın qurudub. Orada bir dənə göl eləyib, heç də məsrəf deyil. Aha. Bunu da biz fərmanlara da iblaq eləmişik. O yolumuz da idarə-i rahat iblaq eləmişik. Ay bəxşidar da gəlmişdi, ay fərmanlar özü də gəlmişdi. Bilmirəm ki, hardan müşküldür, mən onu bilmirəm. İndi biz qalmışıq burada. Məcburuq ki, bəli, da indi məcburuq. Bu suyumuz olmasa biz də buradan köç eləyə çəkilək də. Sizin keviz necədir? Təşəkkür çox Bu məmnun. çətdisiz? Bəli. Aha. Daha nə mənə müşkülünüz var kəndinizdə? Bir də müşkülü iştiğalı cavanandır. Aha. Hər evdə 2 nəfər diplom, lisansı da hətta vardı, neçə nəfər lisans. Aha. Bunun ta işləri yoxdur. Gedirlər, oxuyurlar, zəhmət çəkirlər, ondan sonra gəlirlər bir otururlar evdə. Ya gərək məcbur mühacirət eləyirlər, Aha. şəhər Haybozulcuda məsələn müşkülə yeyirlər. Bəli, Mühacirət bəli. eləmirlər, burada iştiğal yoxdur, karxana ya bir tövlidi məsaildə bu cür. Bəli, təşəkkür. Hər halda cavandan da bu müşkülləri barədə söhbət açdı yoldaşımız. Bu uşaqlar mənə deyirlər ki, bizim də bir sözümüz var filan bəyəm. Mənə dedilər. Mənə yavaşdan dedilər. Dedim nədir? Deyə bizim mədrəsəmizə, bunlar deyə bizim mədrəsəmizə 5 nəfər dərs oxuyur. Bizə qaz vermirlər. Qaz var çətdə, ha, çətdə qaz var. O yeməli qazdan yox, ha, duvar. Duvardan o gedən qazlardan da. Vardı deyir ki, deyiblər qaz idarəsindən deyiblər ki, 5 nəfərsiz 5 nəfərə qaz olmaz. Ulan lampa yandırırlar, nəf yandırırlar. Hər halda dedi inşallah ki, o qaz idarəsində əziz məsullar Cənab Aydini bir Şirankıda cəlbi olsa bu mədrəsiyə qatalım görüm neynisən daha uşaqdılar, qışdı, soyuqdu. Dedim bala, ha mən də dedim. Eşitdiniz də, hə? Eşitdiniz də dedim, ha mən dedim. Yol, ya bu de mən də müşkül deyirəm ya. Siz də bir deyirlər. Bismillahirrahmanirrahim. Ben de Uzu Şurayı, Şorca İmamcuma bizim yolumuzun müşürünü gelende yolda gördük. Bəli. Yolumuzun müşürü odur ki bizim elən təqribən 4 il bundan qabaq bir sel əsərində kullən pollağımız beynindən getdi. İndi görürsünüz ki pollağımız çubudur. Çubudur. Çub elə sınsa gələndə maşın və qolu musafir getməlidir. Vəziyyət yollarımız çox yavadır. Məsulin muhtərəmi Rahtərabərdən təqazəmiz budur ki bizim yolumuza tezliklə bərrəsi eləyələ baxala. Yolumuzun şinricisi də dayanıb həmkəfi yer olubdu, zəmi yeri bizim yolumuzdan ucu olubdu da. İndi şin asəri yoxdur yolumuzda. Bəli, inşallah ki, əziz məhsullar sizin söz-söhbətinizi eşidərlər, gələrlər kəndin olub qalan müşkülün həllə salarlar. Ta siz də müşküldə yaşamayasınız. Amma mən bir ayrı zat eşitdim deyirlər kəndin Beytaş evi də yoxdur. Buradan kəndin ahalısından mənə demişlər. Hala bulan şahid yadından çıxdı, kəndin Beytaş evi yoxdur. Məriz deyəndə hara gedirlər bilmirəm. Döktür gəlir, gəlmir. Elə bir gəlmir də, çünki dedilər yoxdur. İnşallah o da həll olar. Sağ olasınız. Yaman soğuktan var.
Məhə. Bə. Bə. Qəşəng. Bəli, əziz tamaşaçılarımız, onlar qoyun. Səslər hardan gəlir? Burada içəridə. Oradadır, hə. Qoyundur orada, bunlar da quzudular. Balaca quzudular, bunlar da qoyundular. İndi bu yoldaşlarımız üç qardaşsınız. Bəli. Aha. Siz şefiz yaxşı deyil. Şefiz yaxşısın. Hanginiz böyük qardaşsınız? Bu qardaş. Siz böyük qardaşsınız. Bəli. Ha, siz maşallah cavan görürsənsiniz burada. Bu niyə cavan görürsəniz? Az işləyir. Görürəm. Məndə də. Görürəm, siz işlədir bu. Özdə durur baxır, yaxşı. Hə, neçə dənə qoyunuz var? Təqribən 70 dənə. 70 dənə? Hə. Bəli. Yaxşı. 70 dənə quzu nə qədir olur? Quzu da 60 dənə. 60 dənə, 70 dənə quzuz vardı. Onları açın gəlsin qoyunları. Əvvəl qoyun açarlar ya quzu? Qoyun, əvvəl qoyun. Aha, əvvəl quzun açsa nə olur? Qalar qoyun ayağının altında. Hə? Onda sədəmə görür. Yəni gərək o qanun budur ki, əvvəl qoyunlar. Qoyunları açın burada. İndi onlar hər kəs öz nənəsinin qəşəng ilə açığını tapacaqdır. Hə? Tapmasa da özümüz atarıq altına da. Hə, yaxşı. İndi bir nəsə çağırın, onlar da aç. Çağırın hamısını gəlsin. Yazıqlar, bunlar mən bilirəm indi nə çəkiblər. Kapanmadım, burada var nenen. Nenen burada gel. O taptı zirek. Gel o boz gel bura boz. Kapanmır. Tapanmadın nenevi can tapanmadın. Axamız bir-biriz oxşursunuz. Nənə neyməsin? Nənə neyməsin? Biriz yaşıl olun. Tapanmadı, bu da tapanmadı. Tapanmadı. Gel bura, bunun nənəsi şimdi gəlsin. Bunun nənəsi hangisidir? Bunun nənəsi. Qoyunlar təvəccüh eləyin, qoyunlar. Bu quzun nənəsini tapanmayıbdır. Hangisiniz bunun nənəsi gəlin özü deyil. Tapanma, nənən hangisidir bu? Nənən, başlayalım bura, bu sənçidir. Sən deyil. Deyil bilmirəm, mən də tapanmadı. Onun nənəsini tanıyırsan? Hangisinin nənəsi? O başa getdi. Hə, ceyiblər o başa. Hə, tapdı. Yazıq, nənə də şu an dağsızda gəlmiş. O da onunkidir, bu da onunkidir. Hə, bunun 2 dənə balası var. 2 dənədir. Doğuludur bunlar. Doğuludur bə. Aha. Yaxşı, südü görürsən bunun. Bunun 2 balası vardı. 2 balası var. Hə, qəşəng süt ver ha, qəşəng süt verəcəklə. Quru sütdən verirsiniz bunlara, ya vermir. Quru süt deyil. Boyuna quru süt verir. Bunların sütü olmayanda nə edir bunlar? Onun da nənəsini tapanmadı. Hamısı nənə. Odur, bunun nənəsi odur, oradadır ba. Odur, nənəsi odur ba. Qar yeyir. Bəli, əziz tamaşaçılarımız, burada indi hər qoyun öz balasını tapdı. Yəni quzular da öz nənələrini burada tapırlar. Tapamayanda da bu yoldaşlarımız da tanıyırlar, maşallah. Buna təxəssüs lazımdır. Yəni sənlə mən olaq bu quzunun nənəsinin bir ilaqlara tapanmaq üçün quzuya oxşuyur, qoyun deyini qoyuna oxşuyur. Xülasə ki, əlamətlər var, nənəsi var deyib, yol bunlar indi burada süt yiyəcəklər, yol. Ondan sonra yenə qoyunlar gedəcək ora, quzular gedəcək buna. Bu Allahın qüdrətidir. Yəni bir dənə iyi ilə, bir dənə səs ilə görürsən 1000 dənə quzunun içində, 1000 dənə qoyunun içində bir dənə quzu gelir, nənəsini neyinir, tapır, yəni nənə gəlir, balanı tapır. Bu Allahın o qüdrətlərindən bir nişanədir ki, biz insanlar gərək bunu bilək. Bilək ki, Allahın nə qədər qüdrəti var. Hələ bizə hardayıq, biz hardayıq hələ. Hə, nəcürdür bala, sütünüz nəcürdür? Uşaqlar doydunuz, quzular doydunuz. Geçin yox da sənin, geçi, çətik. Keç saxlamarıq. Niyə saxlamısın? Saxla gəlin çıxsınlar o ucalıqlarda. Bunlar da zətdə herədə zətdə oynasın. Əziyyət eləyirlər məhərə. Oradan. Geçi olmayanda deyə qoyun məsələn yolcaq qəşək getməz, hə? Bəli, onun. Aha. Dağaza da aparanda geçi lazımız olmur. Keç axı tək çoban tutmuruq ki. Aha. Çün bu həm tuturuq, kətdiyə. Aha.
Bizim yoxdur da həmsayam var. Hamsayan geçici olanda sürü düşür onun da altından Bəli. gedir gəlir. Bunlar nə qədərini burada bu gün süt verəcəklər? Nə cür yəni? İndi məsələn qutuldular ya hələ yenə də var. Yox da Doydular bunlar. bu bəyərlərlə doydum. Bunları soğuk satılmıyor bu kuzuları ya vurmaz. Salacıq içərdin. Yok indi məsələn bir ləhsə burada süt Yox, əmən- biləsən. Ha vurmaz. Xeyr. Aha yok şey sağ olasın yoldaşımız ki burada zəhmət çəkirsiniz oradan. Başı ərşə dəyən ay qoca dağlar mənim arxam sənin elin olaydı. Bir şair olaydım sinəmin sözü yarğanlar yaradan selin olaydı. Bir ovçu olaydım izləyən izlər, bir yolçun olaydım könlü gündüzlər. Döşəyim qoynunda laləli düzlər, yastığım çiçəyin, gülün olaydı. Onda aylı gecə qonaq qalardım. Onda aylı gecə qonaq qalardım. Yiğit babalardan söhbət salaydım. Nələr gördüyünü xəbər alaydım. Kaş ki danışmağa dilin olaydı. Burada Nəzur deyib, şaxta nimə məsələn görürəm kəndiniz bətər şaxtadır, hə? Buranın qışı Elə bərk olur həmişə da. belə şaxta olar. Qışı belə olar da Sarabın elə. şaxtası mərufdur. Bəli, Çaroymanın şaxtası oradan. Yox, çarıymaq da elə çoxdur. Çox şəxtəsi var Hə. buranın. Nənə bu şaxtada yol qoyunaca da yetişmək bunları Bəli çox dayı. çətinlik olmuş sizə. Xeyr, nə çətinlik olsun. Həyətdə suvu, Həyətdə. qəşəhət, tökərik, su vururuq, içərlər. Aha, Allah. Dolarla yerlərinə. Nənəm, bayaq gördüm çörək gəlmişdi. Hazır çörək gəlir bura. Bəli, əvvəl yapardıq. Hə, indi Tuluq yapırsınız da. çalxardıq. Ondan belə işlərimizi İndi görərdik. rahat çörək alanda məsələn hazırı şəhərdən gəlir. Baba, hardan gəlir? Şəhərdən gəl, Hə, bəli. çal başı. Şəhərdən gəlir, bəli. Hə, biri neçəyə çıxır bura? Biri 100 tümənə. Hə, yaxşıdır bəs elə. Bəli, elə Daha biri 100 qiyməti tümənə. Elə olsun. Şəhər qiymətidir də. Hə, şəhər qiymətidir. Yox. Bəli. Burada damdaşızı elə bir çalba yekədir ha maşallah. Hə? Damdaşımız da var da, özümüz hələ feylən idarə eləyir də. Allah'a çox şükür, Allah'a çox şükür. Hə, deyir İnşallah ki sağlıq, səlamətçiliklə. Sağ olasın. Keçən il bu kəndin qarı çoxudur ya bu il? Bu il çoxdur. Bu il çox Bu deyil. il çoxdur, bəli. Hə. Yolunuz zadınızdakı bağlananda da elə. Yolumuz bir gün gördünüz daha gəldiniz özünüz. Hə. Gördünüz maşınlar çıxmadı da. Biz yəni o cür qar yağanda çıxmır da. Çıxmır üstə, hə. Bəli, üstə Getməyi, çıxmır da. getməyi rahatdır ha, Getməyə rahatdır, Belə gəlməyə. maşın Yəni gedəndə də o ətəkdə bir sərbağlası var. Aşağıda. Yolun Ha, aşağısında. aşağıda. yox. Bəli, orada da Mənə sən. burada bir o təndirzatçıda yox da. Xeyr, yığışdırmışıq Motdan da. düşdük. Düşdü da motdan. Qədava indi biz bu gecə qaz yandıracaqsınız. Qazdır da, bəli Qazda də. yatacaq. Qazda bəli, qazda. Hə. Bizim müşkülümüz çoxdur. Nə Bizim mənadır? indi müşkülümüz var, beytaşımız yoxdur. Gecəvdə mərizləyirik, aparıq mühürrəm ilə kağızımızı. Götürzək gəlməz bura. Xeyr, gəlməz gedərik sələskəndə, onda gərək kağız mühürrədək. Onu da Aha. gələ tapaq, tapmayaq. Aha. Bəs dörtür gəlmir. Baba, Çevrəli bizim- verəndə elə Hə müstəqil. da bizim müşkülümüz Sələskən. azad. Mərzləri gərək əvvəl o dəftər Ha, sənə o aparaq, dəftər sənə Qərəvaşda, imzalat. orada, burada Bala düşərsən məruzədə quyuya. gələn məruz aparaq da. Hə. Bala düşərsən quyuya. Taşı yoxdur, çox sorğuq çəkirik. Hə. Bir də mərizləyirik da necədir? Gecədə də ki Allah aparıq. səlamətçilik versin. Kağızımızı mühürrəmirlər. Orada Amma da bura azad ki var. zənzənəcək ki gəlməz. Feylan ki gəlmir. Allah yax. Çünki elə mən bir iki şəhətdə qalmışam, bir yer bir qolay deyiblər titriyib. Nənə burada isti orqan döşəsə də olar mı? Niyə olmaz? Ha. Vallahi mənim yavaş-yavaş elə bir yuxum gəlir. Buyur gedək. Hə, Çalbay, cəcinlə yavaş-yavaş gedək, fəqət muvazib ol. Həsən gəlsən də, əlin Həsən keyfin yaxşı deyil. Həsən yaxşısan. Nənə muvazib, Çalbay get. Çalbay hökmər, fəqət muvazib. Sağ olasın nənə. Nənə bizi bir dua elə ha. Allah sizi həmişə səlamət edəsin. Allah sizi bizə çox görməsin. Hə, oxuyursan? Oxuyursan? Can bura. Can bura. Gəl dur burada. A, nənə onu sən hazırla, Çalbay hökməli. Gəlirəm daha siz orada bir gəl burada oturaq bir oxuyaq. Dondum mən, sən bunu saxla. Hə, oxu görün, qəşəng. Səhər səhər yendim bağa, səhər səhər yendim bağa. Nə bax bildi, nə də baba, nə bax bildi, nə də baba. Ha, ey, salam eşim ha. Dedim bu bağa cəf yerdi, Ha, ha. dedim bu bağa cəf yerdi. Buyur. Meyvələri taza teldi, meyvələri taza teldi. Yarım mənə bıçaq verdi. Nə bax bildi, nə də baba, nə bax bildi, nə də baba.
Dedim bu bağa cep yerdi, meyveleri taza teldi. Yarın mənə bu söz verdi, nə bildi nə də baban, nə bildi nə də baban, sağ ol. Bu görükən ay güllü bağdı, düşmanım ölməyib sağdı. Mənim gölüm ay uca dağdı, yeləsən də ay qarı ölməz. Bu bağbanın Qəşəng. bir bağbanın bağı olmaz. O bağbanın aybarı olmaz, aybarı olmaz. Ay sağ ol, qəşəng. Çox qəşəngdir. Qəşəngdir. Qəşəngdir, bəli çox qəşəngdir. Elə öz yerində yaxşı idi o da. Bəlkə bu yerlərə yay bir də gəlmədim. Duman salamat qal, dağ salamat qal, dağ salamat qal, yağ salamat qal. Arxamcan su səpir ey, göydə bulutlar. Duman salamat qal, dağ salamat qal, yağ salamat qal. Ha dərdin, ha qadan, ha o yer az oldu.